لله رب العالمين نحمده ونستعينه ونستغفره ونتوكل عليه ونصلي ونسلم على حبيبه ونجيبه وخيرته في خلقه حافظ سره مبلغ رسالاته بشير رحمته نذير نقمته سيدنا ونبينا أبي القاسم المصطفى محمد وعلى آله الطيبين الأطهرين المنتجبين الهداة المهديين المعصومين سيما بقية الله في الأراضين أوصيكم عباد الله بتقوى الله. Esselamu aleykum cəmiən və rəhmətullah və bərəkatuhu. Özümü və siz əziz dəyərli müminləri, müminələri, inanclı bacı qardaşlarımı mübarək cümə günü ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah ibadətlərimizi, itaətlərimizi ali dərəcədə inşallah qəbul eləsin. Cüməmiz mübarək, aqibətimiz xeyirli olsun. İmam Zaman ağanın salamatlığına, öz salamatlığıza, dünyadan köçənlərimizin ruhunun şad olmasına salavat yad edin Muhammed və Allah. Keçən cümə yadınızda olsa bir mövzu haqqında söhbət eləmişdim. Söhbətim yarımçıq qalmışdı. Bugün inşallah onu davam edeyim. İkinci xütbədə bugün münasibəti haqqında inşallah danışacağım. Söhbətimiz Peyğəmbərin təbliği və Peyğəmbər zamanasında ərəblərin cahiliyyəti haqqında idi. Ərəblərin cahiliyyəti haqqında danışdım və söhbətimiz bura çatdı ki, nə cür oldu Peyğəmbər salavatullahi əleyh insani nöqteyi nəzərdən rəzalətə düşmüş bir qövmü bu cür 23 il Peyğəmbərliyində bunları əks istiqamətə doğru yönəltdi. Onları şirkdən tohidə gətdi. Onları rəzillikdən insaniyyətliğə çatdırdı. Bu Peyğəmbərin ən böyük yaşayışında Peyğəmbərin ən böyük müvəffəqiyyəti idi. Peyğəmbər bunu nə cür elədi? Əlbəttə, burada birinci Allahın inayəti var idi. Allahın inayəti olmasa mümkün olan bir şey deyildi. İkincisi də bir sıra Peyğəmbərimizin metodları var idi. Təbliğ taktikaları var idi. O təbliğ metodlarından insanları hidayətə çağırdı və onları hidayətə dəvət elədi və onlar surətli şəkildə iman gətirdilər. Peyğəmbərimizin birinci işi nə oldu? Quran-ı Kərimdə Allah Təbarək və Təala Əhzab surəsinin 45-ci ayəsində belə buyurur. İnnə ərsəlnəkə şahidən və mübəşşirən və nəzirə. Peyğəmbərə 3 dənə sifət qeyd edir uca Allah. Deyir, biz səni göndərdik. Peyğəmbərə deyir, səni göndərdik. Nə cür göndərdik? 1. Şahid. 2. Müjdə verən. 3. Nəzira. İnzar eləyən qorxudan. 3 dənə sifət gətirir Peyğəmbər. Deyir, bu həm şahiddir, həm müjdə verəndir, həm qorxudandır. Əməllərə şahid kimdir? Allah. Peyğəmbər də əməllərə şahiddir. Məhşər gün bəs Peyğəmbər şəfaət eləyəcək. Nə cür şəfaət eləyəcək? Peyğəmbər əməlləri görür. Allahın izninlə, tabi bu məlum məsələdir. Allahın izninlə. Burada 2 dənə söz var. Müjdə verən və qorxudan. Deyir, Peyğəmbəri biz göndərdik. Peyğəmbər insanlara həm ümid verdi, həm qorxutdu. İnsan belədir ki, bütün ümid versən, qorxmaz. Bütün qorxutsan, ümidsiz olar. İnsan əzib qəlb varlıqdır.
Peyğəmbər təbliğatında insanları balanslaşdırdı. Onlara həm ümid verdi, həm də qorxutdu. Görürsən, tərbiyə haqqında cürbəcür metodlar var. Tərbiyədə, uşaq tərbiyəsində deyirlər ki, uşağı yersiz və hədsiz şəkildə danlama. Onun gözünü qorxutma. Uşağın gözünü çox qorxutsan, böyüdüyü zaman qorxaq olar. Çox qorxutma. Nə də çox azad qoyma. Tam azad qoysan, sonra onun ixtiyarını toplaya bilməzsən. Deyir, nə çox qorxutma uşağı, nə də çox azad öz başına buraxma. Bəzi yerdə azad elə, bəzi yerdə tənbih elə. Çox sıxma boğmaya salsan, o zaman nəticə əks olar. Bu bir qanundur. Çox danlamaq qarşı tərəfdə, müxatibdə inadkarlıq yaradır. Uşaq inada düşür. O qədər danlayırsan, o qədər danlayırsan, o qədər təhqir edirsən, artıq inada düşür. O haqq sözü qəbul eləmir. Həzrət Əli əleyhissalamın bir gözəl kəlamı var, buyurur, Əl-ifratu fil məlaməti yaşibbu niranəl-ləcacə. Buyurur ki, çox ifrat şəkildə danlamaq, məlamət eləmək nə gətirər? Ləcbazlıq gətirər, inadkarlıq gətirər. Demir ki, danlamayın, demir ki, tənbih eləməyin, tənbih lazımdır, danlamaq lazımdır. Amma söhbət nədən gedir? İfrat şəkildə danlamaq, ifrat şəkildə tənbih eləmək, ifrat şəkildə tənqid eləmək, elə oturaq, duraq, mənfilərdən danışaq. Bu düzgün deyil, görürsənmi? İnsanın bir mənfisini danışanda gərək bir də müsbətini danışasan. Həmişə müsbət danışsan iş xarabdır. Onun heç mənfisi olmadı mı? Bu məsumdur mu? Yox. Həmişə mənfisini danışsan, qarşı tərəf sən soldurursan və ümidsiz edirsən. Ona görə də bir insanı təşviq eləyəndə gərək balans qoruna. Həm o tənbih ola, həm də təşviq ola. Olmaz ki, elə mən deyim, mən deyərəm, xatırını deyir. Yox, harada səhv varsa onu normal şəkildə demək lazımdır. Çünki başa düşsün ki, səhvdir və sən səhvi deməsən, o harada başa düşər ki, bu səhv edib. Peyğəmbərin metodu nə idi? Peyğəmbər gəlirdi, həm bəşarət verirdi, müjdə verirdi, cənnətdən danışırdı, Allahın mərhəmətindən danışırdı, həm də bu tərəfdən insanları inzar edirdi, qorxudurdu. İnsan qorxmasa çox şey görər. Qanunda cəza var, görürsünüz, zindan var, srok var, iş var, cərimə var, nə var. Bunlar olmasa, insanlar öz başına qalsa çox iş görər. Hələ bunlar var, insanların cinayəti mat qalmalıdır. Qutarmır cinayət. Zindanlar insanlardan doludur. Hələ cinayət məcəlləsi var. İndi siz təsəvvürünüzə gətirin ki, dövlətdə zindan olmuyor. Heç qanun olmuyor, cəza da olmuyor. Gör insanlar bir-birini nə günə salar. Siz bilirsiniz də, zindanın da öz qayda qanunları var. Zindanın içərisində də bir qayda qanun var. Zindanın içərisində də bir nəfər var ki, orada zindanda oturanların vəziyyətinə baxır. Orada da öz başına döysən, ha? Zindana düşdün, orada azadsan, deyir, yox. Oranın da öz qayda qanunu var. Oraya baxan var, orayı idarə eləyən var. O idarəçi olmasa, zindanda tustaqlar bir-birinə dəyər. Orada da bir qorxudan var. Görürsən, qorxudan hər yerdə var. Peyğəmbər gəldi, həm Allahın rəhmətindən danışdı, həm də Allahın əzabından danışdı. Cənnət və cəhənnəm balansdır.
həm insana ümid verir, həm insanı qorxudur. Bu ikisi də lazımdır. Peyğəmbər bu iki metoddan istifadə elədi. Ona görə Peyğəmbər müvəffəq oldu. Peyğəmbər neçə şeydən qorxudurdu insanları. Peyğəmbər həm bəşarət verirdi, həm inzar verirdi. Həm əhli kitaba, həm Məkkə əhlinə, həm Allah bəndələrinə, həm möminlərə, həm tacirlərə, bütün qəşirlərə Peyğəmbər nədir söz var? İnzar var idi. Allah təbarək və təala bir dənə ayə oxuyacağım. Çox əcib ayədir. Hicr surəsinin 49 və 50-ci ayəsi. Bu iki ayə bir-birini tamamlayır. Nə cür tamamlayır? Peyğəmbərə Allah belə xitab edir. Əziz Peyğəmbər, Nəbbi ibadi ənni ənəl-ğafurur rəhim. Bu bir. İki. Və ənə azabi huvəl-azabul əlim. Bunu kimə deyir? Deyir, Nəbbi ibadi, bəndələrimə çatdır. Bəndə kimdir? Möminlərdən söhbət gedir. Allah Peyğəmbərə deyir ki, möminlərə çatdır. Nə çatdırın Pərverdigara möminlərə? Deyir, bunu çatdır. Ənəl-ğafurur rəhim. Subhanallah, sözə bax. Ənəl-ğafurur rəhim. Mən bağışlayan və mərhəmətliyəm. Mən bağışlayan və rəhimliyəm. Bunu çatdır. Möminlər bilsin ki, onların Rəbbi bağışlayandır. Onların Rəbbi qorxulu Rəbbi deyil, onların Rəbbi mərhəmətlidir. Allahın mərhəmətinə bax, insan bir günah eləyəndə, hədisdə var, 7 dünya saatından 7 saat Allah Teala mələklərə əmr eləyər ki, onun günahını kitman eləməyin, yazmayın, 7 saat saxlayın, ta bəndəm tövbə eləyir. Əgər ondan bir səs çıxmadı, tövbə eləmədi, o zaman onun günahını yazın. Allahın rəhmətinə bax. Amma bəndə bu cür deyil. Görürsən, qəlbi kinlə dolmuş, yıxılmağını dörd gözdən gözləmiş bəndə imkan və görürsən, ifşa eləyir. Allah səttarəl uyub xəffərəs. Eybləri örtbasdır eləyər və günahları bağışlayır. Amma bəndə Allah qədər deyil. Gözləyir ki, bir nəfər bir qələt iş görür. Tez videoya çəkər, eldən, aləmdən bir eləyər. Ay cəmaat, baxın, görün bu nə iş görür. Ay cəmaat, bu belədir. Nə oldu sənə? Sən xəlvətdə o qədər günah elədin, sənə Rəbbin səni rüsvay eləmədi. Sən nə qədər cılız olmalısan ki, sən digər bir dostunu rüsvay eləməyə qalxasan. Allah Allahlığını bacarır. Amma bəndə bəndəliyini bacarmır. Gör, Allah nə qədər bəşərin günahını görür, onları örtbasdır edir. Bəzi dünya saatına 7 saat möhlət verir. Allah belə Ğafurur Rəhimdir. Deyir, burada sən birdən Allahın bu ayəsini oxuyasan, yəni özünü buraxasan ki, Allah Ğafurur Rəhimdir. Arxasından deyir, gözlə, sözüm var. Sözüm var ha, diqqət elə. Deyir, və ənə azabi huvəl azabul əlim. Deyir, bunu bilsinlər. Mənim əzabım da həqiqətən ağırlı və acılıdır. Ey möminlər, nə qədər rəhmətim varsa, bir o qədər də bilin ha, mənim əzabımın ağırlı və acısı əcib qəribdir. Allah Teala cənnətdən danışanda cəhənnəmdən danışır. Peyğəmbərə xitab eləyir. Ayənin birində deyir ki, qalx, ey əbasına bürünmüş, ey örtüyün altında yatan, qalx və inzar elə, qalx və qorxud insanları. Peyğəmbərə xitab edir Allah. Deyir, qalx və qorxud. Qum fəənzir. Qalx və qorxud. Bunlar gərək qorxalar. Bunlar qorxmalıdırlar. Xovfullah deyirlər, Allah qorxusu. Allah qorxusu nə qədər insanın qəlbində, ruhunda yoxdursa, insan böyle qədər günah eləyər.
cürət eləyər günah. Allah buyurur ki, mənim həm rəhmətim var, rəhmətimin kənarında da bir dənə əzabım var. Yalnız Allahın rəhmətinə arxayınlamaq insanda günah cəsarətini artırar. İnsan elə Allahın bütün rəhmətinə arxayın ola, insanda günah cəsarəti çox olar. Amma yalnız Allahın əzabından qorxmaq insanı ümidsiz edir. Elə ancaq Allahın əzabından qorxasan, ümidsiz olur insan. Allah məni bağışlayarmı? Ona görə də cazibə və dafiə dünyanın qayda qanununun bir hissəsini təşkil edir. Cəzb və dəf. O görürsən, bəzi toplar var bu cür. Uşaqlar üçün düzəldirlər. Bu cür bir dənə də rezin var. Bu cür barmağına salar, topu atar, sonra tutar. Atar, tutar. Bu nəyi göstərir? Deyir, bu topda həm cəzb var, həm dəf. İstədiyin zaman at, amma bu kəndir qoymur o özündən çıxal, gedə haralara ki, sən onun dalından gedib onu gətirəsən. O bir həddə gedəndə geri çəkirsən, gəlir o özün içinə. Allah Teala insanları bu cür idarə edir. Həm cənnət müjdəsi, həm cəhənnəm qorxusu. Peyğəmbər gəldi insanlarda həm cənnət müjdəsi verdi, həm də cəhənnəm qorxusundan onları qorxutdu. Onlar da bizi qorxutdu. Ey mömin, sən elə düşünürsən, sən namaz qıldın, hər şey tamam. Yox, sorğu sual çoxdur, hesab kitab çoxdur. Hər nədən hesab olunar məhşər günü. Aman o gündən ki, Allah qatında biz hesab verə bilməyək. Hər nədən hesab olar. Zəlzələ surasında Allah Teala danışır, buyurur ki, zərrə qədər xeyr iş görsən, mükafatın verilir. Zərrə nədir? Ola, bu cür xırda bir şey. Zərrə qədər şərr iş görsən, cəza görərsən. Bu aləmin hesab kitabı var. Aləm öz başınadır. Gözün kontrolu var, qulağın kontrolu var, dilin kontrolu var, əməlin kontrolu var. Olmaz. Bir əldə iki şey tutmaq olmaz. Yol bəllidirsə, gərək yol üzərində insan özünə bir hesab kitab götürər. Çox çətindir. İnsan bu yolda ola və Allahın mərhəmətindən uzaq ola. Təşviq lazımdır. Və inzar da lazımdır. Ya eyyuhəl müddəssir, qum fəənzir. Peyğəmbərə buyurur. Ey müddəssir, qalx və inzar elə. Bu bir məsələ. İkinci məsələdə deyirəm, söhbətimi tamam eləyəm, salvat edirəm. Muhammed və Ali Muhammed. Peyğəmbərin ikinci metodu nə idi? Nə cür təbliğ edirdi Peyğəmbər? İnsanlara nemətləri xatırladırdı. İnsanların yadına salırdı neməti. İnsan qəflətdədir. Neməti unudur. Bəzən bir insana bir yaxşılıq eləyirsən, gedir o tərəfdən pislik eləyir. İnsan narahat olur. Mən buna belə yaxşılıq elədim. Nə cür mənim əleyhimə bu işi gördü? Narahat. Deyir, bunu düşünəndə bir dənə bax Allaha. Allah yer kürəsində nə qədər insan yaradır, nə qədər insana ruzi verir, nə qədər ruzi verdikləri insanlar Allahın nemətinə şükür edir. Nə qədəri? Çox az. Allah Quranda buyurur, deyir, qalilən, azdır şükür eləyənlər. Bu boyda nemət verə, nemət sahibinə sən şükür eləməyəsən. Namaz nədir? Namaz Allaha şükürdür. Nə qədər insan şükür eləyir? Az adam. Nemətdən yararlanır, amma nemət sahibinə şükür eləmir. Da Allahdan bu cür olan səndən nə cür olacaq? Bu təbiidir. Allaha asi olan, Allahın nemətindən yeyib, içib, havadan istifadə eləyən, gözəl təbiətin qoynunda dincələn, Allahı da yad eləmir. Bilir, təbiətin qoynunda o gözəllikləri deyir görəndə, denən Subhanallah, Allah pakdır, Allahu Əkbər. Gedir təbiətin qoynunda aşığı qoyur, şərabı qoyur, kebabı qoyur, başlayır orada keyf edir. Allahın verdiyi nemətlərdən istifadə eləyir,
nemət sahibi əslən yadındadır. Orada ləzzət nədir bilirsən? O meşənin qoynunda ləzzət budur ki, dəstəmaz alırsan, 2 rəkət şükür namaz qılırsan. Allahın təbiətinə baxırsan, şükür edirsən. Birinci mənə göz veribsən, görürəm. İkinci, elə bir məkan yaradıbsan ki, sənin rəsminə rəsm çata bilməz ilahi. Nələr yaradıbsan sən? Ondan sonra oturursan, halal kabab yeyirsən, onu dadırsan, daddığına şükür edirsən. İlahi, sən tövfiqat verdin, əvvəl mən xəstə deyiləm, mən sağlamam. Sağlam olmasaydım bu təbiətə gələ bilməzdim. Göz veribsən, görürəm. Təbiət yaradıbsan, keyf eləyirəm. Təam dadı yaradıbsan və mənə rizq ruzu veribsən, qəşəng quzu kəsmişəm, onun ətini də gətirmişəm, burada yeyirəm, ləzzət alıram, sənə şükür edirəm. Burada həm ləzzət var, həm şükür var. Yoxsa Allah verdiği bütün nemətlərdən istifadə elə, onun sağlığına, bunun sağlığına, yalan, ona xoş arzu, buna xoş arzu, orada da bir-birinizi təhqir eləyin, yığışın, gəlin, orada heç bir şükürdən söhbət yoxdur. Bizim bir ustadımız var idi, danışırdı, deyirdi ki, bir tanışım var idi, bir dostum var idi. Bu həmişə, bəzi insanların xəsiyyəti bu cürdür, həmişə narazıdır. Həmişə həyatdan narazıdır. Bunu mən neçə cümlələr qabaq danışmışam, o mövzu heç toxunmuram. Bəzi insanlar bu cürdür. Narazı sifətdirlər. Deyirdi, bir dostum var idi, hər şeydən imkanı biraz aşağı idi, hər şeydən narazı idi. Həyatdan narazı, yaşayışdan narazı, uşaqdan narazı, evdən narazı, rızq ruzu, hər nədən narazı idi. Xeyr Allahın işinə bax, gəldi, bu xərçəng xəstəliyə tutuldu. Bunun diyarında xərçəng çıxdı. Bir arada gedirdi bunun xidmətinə, çox da imkanı aşağı idi. Da evində hər nə vardı, satmışdı, bir maşını vardı, onu da satmışdı. O gedirdi, ximya olurdu da, ximya pulu çatmırdı, ximya olurdu. Bir dəfə getdim onun yanına, dedi ki, filan kəs, razıyam, elə o cür ki, əvvəldən var idim, ona razıyam. Amma bu olmayaydı. Razıyam, Allah məni geri qaytarsın. Bu xərçəngi məndən götürsün, elə o cür ömrümün axırına qədər razıyım yaşamaya. Ay, xoş insafdır. Bəs sən xərçəng olmazdan qabaq nə qədər cilayə eləyirdin, nə qədər hər dəfə Allaha etiraz eləyirdin. Görürsən, insan bəzən daha pis duruma düşəndə o əvvəlki durumdan elə deyir, o yaxşıdır. O durumda olanda şükrü unudur. Peyğəmbər gəlirdi, insanlarda şükür xüsusiyyətini oyadırdı. Deyirdi, Allah sizi yaradıb, yoxdan xəlq eləyib, sizi sayıb, sizi insan yaradıb, sizə əql verib, şuur verib, mənlik verib, insaniyyətlik verib. Nə var siz gedib, öz əlinizdən düzəltdiyiniz o bütlərin qarşısında əyilirsiniz? Allah Taala'nın verdiyi nemətləri onların zehnində onlara xatırladırdı. İmam Səccad əleyhissalamın bir dənə hədisi var, buyurur ki, İmam Səccad ağadan da hədis buyurur ki, Allah Həzrəti Musa'ya vəhy eləyir. Ey Musa, məni bəndələrin qarşısında sevdir. Dönə məni sevsinlər. Sual edir Həzrəti Musa, Pərverdigara, nə deyim, nə cür sevsinlər? Deyir onlara de ki, mən verdiyim nemətləri yada salıb şükür eləsinlər. O zaman sevgi hasil olar. İndi bir dənə hədisi oxuyuram Peyğəmbərdən, əcib hədisdir. Bunu da deyirəm, söhbətimi tamamlayacağım. Bir dənə də gözəl salat yad elə Muhammed və Muhammed. Peyğəmbər buyurur, hədislərin birində buyurur. Deyir, bəzi insanlar məhşərə daxil olar qiyamətdə. Məhşərə daxil olar. Bir şəkildə daxil olar ki, ənbiyalar, peyğəmbərlər və övliyalar, Allah övliyaları ona baxar, qibtə eləyər. Qibtə nədir bilirsinizmi? Qibtə o şey deyilir ki, bunun nə gözəl xüsusiyyəti var, bizdə də olaydı. Qibtədən həsadətin fərqi var. Həsadət paxıllıqdır. Paxıllıq nədir? Paxıllıq deyir, onda nə gözəl bir imkanat var. Allah ondan onu alır. Ona vermə onu. Buna deyirlər paxıllıq.
Amma qibtə budur ki, deyirsən nə gözəl imkanat var. Onda da olsun, məndə də olsun. Bu gözəldir. Həm onda, həm məndə. Buna deyirlər qibtə. Deyir, bəzi insanlar məhşərə daxil olar, peyğəmbərlər və bəzi övliyalar ona qibtə eləyər. Allah, bu nə əməl sahibidir? Peyğəmbər ona qibtə eləyir. Gör, nə gözəl buyurur. Bir əcibdir, sual elədilər. Ya Rasulallah, onlar kimlərdir, hansı əməl sahibləridir ki, məhşərə daxil olar, peyğəmbərlər, övliyalar olaraq qibtə eləyər? Buyurdu ki, peyğəmbər, dedi, o bəndələrdir ki, Allaha ibadət eləyərlər və insanların qarşısında əməllərinlə, danışıqlarınla, qələmlərinlə ibadəti sevdirərlər. Danışır, əməl edir, yazır. Onlar ibadətə zövq elədir insanları. İbadətə gətirir. Deyir, bunlar Allah qatında ən sevimli şəxslərdir. Həm özü namaz qılır, həm də digərlərini danışığınla, əməlinlə, qələminlə namazı sevdirir, dini sevdirir. Allah bizi o kəslərdən qərar verməsin ki, əməlimizdən sevdirmək əvəzinə insanları uçuruma aparaq. Bəzən insanların imanı çox zəifdir, buna ehtiyat edin. İnsanların imanı zəif, o köksüz ağac kimidir. Baxır bir insanın əməlinə, onu özündə bir bəhanə götürür və dindən küsür. Xeyr, dindən küsməyəsən. Bir kimsənin əməli səni namazdan qaçırtmayacaq. Bir kimsənin əməli səni məsciddən qaçırtmayacaq. Bir kimsənin əməli səni dindən azdırmayacaq, məzhəbdən saptırmayacaq. Bu azman, bu sapman məhşər günü bir bəhanə deyil. Allah onu səndən bəhanə kimi qəbul edəməyəcək. Bəli, yaxşı olmaq lazımdır. Örnək olmaq lazımdır. Amma indi birdən insan imanı zəifdir. Uçuruma getdi. Mən də elə hazır idim ki, dindən, imandan, məzhəbdən, məsciddən qaçam, elə bunu əlimə aldım, Osmanın köynəyi elədim. Ada bu belə, mən də belə. O, mən də belə, ona məhşər günü Allah ona, o bəhanə deyil. Allah da onunla hesab kitab eləyirsən, nə qələt eləyirsən. Bir nəfər azıq, sən onu intişar eləyirsən, təbliğ eləyirsən və deyirsən, da din budur, biz çıxaq. Səhvdir bu. Bu nəzər səhvdir, bu şeytan vəsvəsəsidir. Allaha pənah aparıram. İlahi sənə and verirəm izzət və cəlalına, öz böyüklüyünə, əzəmətinə, rəhmətinə, kərəminə, izzətinə, öz dediyimizə özümüz əməl eləməkdə bizə tövfiqat nəsib elə. İlahi bu cüməmizi mübarək qərar ver. Aqibətimizi xətmi xeyr elə. Pərverdigar aləm bizi bir-birimizə qardaş və mehriban dost qərar ver. İmam Zaman əleyhissalamın zuhrunu təzil elə, Muhammed və ali Muhammedə salavat yad edin. Bismillahirrahmanirrahim. Vəl-əsr. İnnəl insana ləfi xusr. İllellezine amenu və amilus salihat və təvasav bil haqq və təvasav bis sabr. Sallu ala Muhammed.